Salam hörmətli informatiklər. Bu günləri 11.4-ün 27-ci sualından davam edirik. Əgər bu kimi test izahları sizlər üçün faydalı olursa, kanala abunə ola bilərsiniz. Gəlin vaxt itirmədən başlayaq 27-ci sualdan. Deməli, bizə deyir ki, verilmiş proqramın icrası zamanı 17 ədədi çap olunub. 17 ədədi çap olunub. Bunun üçün girişə daxil ediləcək natural ədədi müəyyən edin. 17 ədədin çap olunması üçün biz printlərə baxırıq ki, 16 ədədi çap olunub. 16 ədədi harda çap oluna bilər? 16 hansısa bir ədədi 3-ə vuranda 16 çap oluna bilməz. Çünki 16-nı hansısa bir ədədi 3-ə vurub 16 ala bilmərik. Deməli, bu print işləməyib. Və baxırıq aşağıdakı printə. Burada görürəm S-in üzərinə 1 gəlib və 16 çap olunubsa, deməli mənim bu S-im 15 qiymət ala bilər. İndi baxıram while. Deməli mənim while-ımdan çıxan, yəni bu hissədən, bu dövrdən çıxan S-imin qiyməti olub 15. Aydındır? Yəni burada sonuncu S-in qiyməti olub 15. İndi baxağın buranın işləmə prinsipinə. Burada fikir versək, görərik ki, burada olan, belə deyək, while hissəsinə baxalım. Deməli, A kiçikdir 7. A kiçikdir 7. S-imiz nə olur? 0 üstə gəlsin A. Yəni A. A-mız da olur A plus 1. Keçirik ikinci dövrəyə. Artıq ikinci dövrənin şərti nə olur? A plus 1 kiçikdir 7. S-imiz də olur A bərabər A üzərinə gəl A plus 1. A-mız olur nə yenə də A plus 2. Burada fikir versək görərik ki, bizim A-mız birinci sadəcə A idi, sonra üzərinə 1 gəldi. Birinci A idi, A-nı S-lə topladı, sonra A-nı bir vahid artırdı. Sonra müqayisə elədi. Əgər şərti ödəyirsə, A plus 1 də gəldi S-in üstünə, sonra yenə A-nı artırdı. Buradan artıq belə bir qənaətə gələrik ki, bizim S-imiz A-nın bir vahid artıra toplayır. Yenə də təkrar edirəm. Bizim S-imiz A-nı, baxın bu A-nı bir vahid artıra toplayır. Bu A-nı elə bunu bir vahid artıra toplayır. Və sonda hansı qiyməti alır? S-in 15 qiyməti. Çünki dövrədən çıxanda dedim axı burada 15 olmalı idi. İndi buradan baxsaq, gəl deyək ki, axırda S-in 15 qiyməti alınıb. S bərabər olub 15-ə. S 15 olanda dövrədən çıxmaq üçün A hansı şərt? A nə olmalıdır? A kiçikdir 7-dən. Bunun əksi olmalıdır. Yəni A böyük bərabərdir 7 şərti olmalıdır ki, bu dövrədən çıxsın. Yəni A-mız 7 olsa, artıq mən burada 7 kiçikdir 7 yazanda yox olur deyə while-dan çıxır. Yəni A-mız 7 olduqda bu işləmir, while. A-mızın 7 olması üçün, baxın, A-mız həmişə S-dən sonra cəmlənib, S-dən sonra artıb. A-mızın 7 olması üçün əvvəlki dövrdə A-mız neçə olmalıdır? 6 olmalıdır. Deməli, S-in 15, S burada 15-dirsə, S burada belə deyək də, S plus A bərabərdir 15. Bu formada yazsaq daha düzgün olar. Çünki sonuncu S-imiz budur, dövrədən çıxanda bunun qiyməti ilə çıxır. S plus A-nı biz 15 deyiriksə, A-mız burada dövrdən əvvəlki qiymətlə 6 ilə girirsə, bura 6 desək, bu S-imizi tapanda bu S-imiz neçə olur? Bu S-imiz olur 15 çıxılsın 6, yəni 9. Deməli, buradakı dövrdə S-imiz 9-dur. İndi buradakı S-imizi tapmaq üçün isə, baxın, bu 9-u tapmaq üçün isə, buradakı S-imiz 9. 9 bərabər nəyə? S plus A-ya. A-mız da ki, bir əvvəlki yerdəki A-dır, 5-dir. Yəni, bir vahid geriyə gedirik artıq. Baxın, bayaq dedim A plus 1, A plus 2. İndi düşünün ki, onun əksinə. 7, 6, 5 bu formada gedirik. İndi
S-imiz 9 idisə, S plus A, A'mız 5-dirsə, S-imiz nə olur? 9 minus 5, 4. S-imiz də olur 4. İndi S-imizin 4 qiymətini tapmaq üçün isə artıq burada belə bir yanaşma eləməliyik. S-imizin 4 qiymətini tapdıqda A-nın əvvəlki qiymətini götürsək, məsələn, A-nın 4 qiymətini götürsək, S bərabərdir 4 bərabərdir S plus A olurdu. A-mız 4-dürsə, S-imiz artıq nə olar? 0. Baxın, S-in bu 0 qiymətini tapanda, buradakı S-in 0 qiymətini tapanda görürük ki, çatdıq başa. Çünki başda da S 0 idi. Deməli, artıq A-mız baxın, burada 4 dedik, 4 ilə keçdi. Deməli, A-mız 4-dən başlayır. Yəni, biraz ola bilər ki, qarışıq gəlsin bu izah sizə. Buna qısaca belə ümumiləşdirib belə bir anlayış verirəm ki, bunu bu formada izah etməyimin səbəbi baxdıqda bəlkə də kimlər üçünsə faydalı ola bilər. Ümumi baxdıqda A-mız 4-dən başlamalıdır ki, A-mız 4-dən başlamalıdır ki, 4 qiymətində. Daha sonra hər dəfə A-mız bir vahid artsın. Yəni S bərabər olsun 4 üzərinə gəl 5 üzərinə gəl 6 və artıq 7 olanda, A-mız 7 olanda dövrədən çıxır deyə 7 ola bilməz. A-nın 4, 5, 6 qiymətlərində S-imizin qiyməti nə olur? 15. Toplayanda da görərik ki, 15 eləyir. 15 və bu 15 olub gəlir burada. 15-in də üzərinə 1-i gəlir, 16-nı çap eləyir. Yəni A-nın ilkin qiyməti, daxil ediləcək ilkin qiyməti 4 olur. Cavab olur 27-ci sualda C variantı. Daha sonra 28-ci suala baxalım. Deyir ki, verilmiş proqram fraqmenti 1-dən n-1-ə qədər ədədlərin cəminin hesablanması üçün 1 və o2-nin əvəzinə hansı ifadələr yazılmalıdır? Gəlin baxalım. Deməli, 1-dən n-1-ə qədər bizdən istəyir. 1-dən n-1-ə qədər. n-1-ə qədər istəyirsə, bizə s-i 0 verib, deməli, i-ni də 1 verib. Sonra i-ni n-lə müqayisə edir. i-ni n-lə müqayisə edirsə, biz burada i-yə də 0 verib. Burada baxmalıyıq ki, nəyin necə artmağına fikir verəyin. Birinci s-imizi cəmləsək, əgər, baxın, cəmləməni aparmaq üçün birinci formada yazmalıyım ki, s plus i. Sayma işini də aparmaq üçün i bərabərdir i plus 1 yazmalıyım. Bu da olmalıdır bizim sayğacımız. Bu cəmləmə işini görür, bu isə sayğac işini görür. Yəni şərtdə sayır, şərti aparır, fırladır. İndi baxmalıyıq, bunun hansını birinci yazaq. Gəlin düşünək. i-miz 0-dırsa, s-miz də 0 olarsa, birinci dövrədə işləyəcək. Sonra i-miz 1 olacaq. Birinci cəmləyəcək, sonra sayacaq. Bu formada götürsək. Gələrik, məsələn, n-imizə bir 4 qiyməti versək, gəlin, ən yaxşı yol, dediyim kimi, yerinə bir nümunə qoyub həll eləməkdir. Baxalım. Məsələn, n-ə verirəm nə? Çox böyük qiymət verməyim, n-ə verirəm 3. N-im 3-dür. i kiçikdir, 0 kiçikdir 3-dən, i-miz 0 idi axı. 0 kiçikdir 3-dən, bəli. Mən buraya yazıram onda birinci s-in qiymətini. Deyirəm s bərabərdir s plus i, yəni 0 üstəgəl 0. i də bərabərdir 0 üstəgəl 1. Oldu 1. Keçdim ikinci dövrəyə. 1 kiçikdirmi 3-dən? Bəli. S bərabərdir. S-im 0 idi. Üzərinə gəlirəm artıq i-ni. Düşünün ki, bura bunu yazmışam da. S bərabərdir s plus i. Bura bunu yazmışam. Burada da i bərabərdir i plus i. i plus 1. Aha. Deməli, s-imiz olur s plus i, yəni 1. i-miz də olur 2. İndi keçirəm s bərabərdir nəyə? 2 kiçikdir 3-dən. S də bərabərdir 1 plus 2-yə. i də bərabər olur 3-ə. 3 kiçikdirmi 3-dən? Yox, dövrdən çıxır. S gəlib çap olunur, 1 plus 2 çap olunur. Deməli, həqiqətən də birinci ilə mən s bərabərdir s plus i-ni yazmalıyam. İkinci yerə isə sayğacı yazmalıyam. Yəni, cavab olur 28-ci sualda
D variantı. 29-cu suala baxalım. Blok sxemin Python proqramlaşdırma dilində ifadə edilir. Deməli, baxalım. Burada bir hesablama bloku verib. X-imiz 5, Y-imiz 17. Bizə bu qiymətləri daxil edib. Baxın, burada da daxil olundu belə. Hələ ki doğrudur. İndi burada bir şərt bloku verib. X kiçikdir Y-dən. Nə qədər ki X Y-dən kiçikdir, hə olsun, bura ödənsin. Nə qədər ki X kiçikdir Y-dən, hə, onda X-in üzərinə 3 gəlsin. Ödənməyən kimi gəlsin, bunu çapa versin. Baxırıq indi. Deməli, baxın, elə burada bir dəfə ödəyir. Baxın, x bərabərdir 5, y 17. Deyir, if x kiçikdir y-dən. X y-dən kiçikdir. Bəli. Amma gəlib bircə dəfə eləyəcək. Ifdir burada. If dövr deyil, sadəcə şərtdir. Amma bizə dövrü verib. Ona görə bunu while ilə götürməliyik. While ilə. X kiçikdir y-dən, bəli, bu hissəni dövrü formada həll eləsin. Dövrdən çıxandan sonra da print həll eləsin. Yəni, 29-cu sualda cavab olur A variantı. 30-cu suala baxalım. Deməli, proqram kodu verilmişdir. Sual işarəsinin yerinə hansı şərt yazılarsa, proqram 1-dən 100-ə qədər tək ədədlərin hasilini çap edər. 1-dən 100-ə qədər tək ədədləri. Deməli, S-imiz 1-dir, I-miz 1-dir. Baxırıq ki, S-i vurur I-yə, sonra I-ni də 2 vahid artırır. S-i I-yə vurur və I-ni 2 vahid artırır. Birinci formada bizim S-imiz, baxın, elə sual işarəsinin olduğu kimi saxlayalım. S-imiz nə olur birincidə? S vurulsun, yəni 1 vurulsun 1. I-miz nə olur? 3. 1 üstə 2, 3. Keçirik ikinci dövrə. Yenə sual işarəsidir, hələ ki bilmirik. S-imiz nə olur? 1 vurulsun 1 elə 1 idi. İndi 1 vurulsun 3 yazıram. 1 vurulsun 3. I-miz də olur 5. Yenə bir sual işarəsi yazıram, hələ ki bilmirəm də deyək. S-imiz var, yenə 1 vurulsun 3 vurulsun 5. I-miz də var 7. Artıq yenə 2 vahid artdı. İndi mən bunu burada görürəm ki, vururam, sonra üzərinə 2 gəlirəm, sayıram. Vururam, sonra üzərinə 2 gəlirəm, sayıram. İndi mən 1-dən 100-ə qədər tək ədədlər deyirəm ki, mənim sonuncu ədədim tək ədədlərdə hansıdır? 99. Aydındır. İndi mənim i-im el olmalıdır ki, 99 ilə i99 olanda gəlib o i-ni burada vurmalıyam isə, baxın, ən axırda vurmalıyam isə, məsələn, düşünək ki, i oldu 99. Gələcək, baxın, düşünək ki, i oldu artıq 99. Bu 99 gəlib şərti keçsin. Şərti keçsin. 99 burada elə bir şərt yazmalıyam ki, 99 keçsin bu şərti, bu şərt hissəsini, sual hissəsini. Sonra bunu vuraq S-ə, sonra artıraq i olsun, 2 də gələk 101. Sonra bu 101 hissəsində artıq şərti keçə bilməsin. Şərti keçə bilməsin, yox olsun. 99 ilə girəndə hə olsun, 101 ilə girəndə yox olsun. Buna da deyərəm ki, 99 kiçikdir 100. 99 olacaq, keçəcək, amma 101 keçə bilməyəcək. 101 kiçikdir 100 deyə bilmirik. Olmaz. Amma 99 kiçikdir 100 deyə bilirik. i-mizin də qiyməti 99 olanda, i-mizin qiyməti 101 olanda. Yəni 99 ilə 101-in yerinə də biz i-ni yaza bilərik. Yazırıq ki, məsələn, i kiçikdir 100, i kiçikdir 101. 101-in yerinə də yəni. Yəni bu formada deyək ki, i kiçikdir 100 qiymətin biz daxil eləyə bilərik bura. Bundan başqa nə yaza bilərik? Əlavə də i kiçikdir bərabərdir 99 da yaza bilərik. Yəni bu qiymətdə də doğrudur. Sadəcə cavab variantlarında bu formada olmadığına görə biz A-nı götürürük. Yəni cavab oldu A variantı. Daha sonra baxalım 31-ci suala. Bizdən nə istəyir? Python ilə yazılmış proqramın təyinatını müəyyən edin. Təyinat məsələlərində biz demişik ki, ən yaxşı yolumuz yerinə kiçik bir nümunə qoyub həll etməkdir. Gəlin baxalım. Python ilə yazılmış proqramın təyinatını müəyyən edin. Int input s bərabərdir. Boş sətr verib bizə. İndi bizə nə istəyir? Deyir ki, böl 2-yə, üzərinə 2. Gəlin bir ədəd daxil edin. Gəlin n-ə daxil eləyəyin 7.
S-imiz nədir? Dırnaq, boş dırnaq. 7 böyükdür 0-dan. Gəlin işlədəyin bu proqramı. 7 böyükdürmü 0-dan? Bəli. S-imiz nədir? Sətir n-2. Yəni n-i 2-yə böləndə qalıq nə olur? N-i 2-yə böləndə n-imiz 7-dir. 7-ni 2-yə böləndə qalıq nə olur? 1. Bunu sətir eləyir. Sətir, yəni 1. 1-i dırnağın içərisinə alır. Üzərinə nə gəlir? Boş dırnağa. Üzərinə boş dırnağı. Boş sətiri daha doğrusu. Üzərinə boş sətiri. Bu da, baxın, boş sətirin üzərinə 1 gələndə 2 sətir tipli elementi toplayanda bizə həmin sətirlərin birləşməsini verir. Yəni bu bizə sətrin içərisində 1 olacaq. N-imiz nə olacaq? N-imiz də olacaq n bərabərdir. 7-ni 2-yə böləndə tam hissəsi neçə olur? 3. N-imiz də olur 3. Sonra 3 böyükdürmü 0-dan? Bəli. S-imiz nə olur? 3-ü 2-yə böləndə qalıq neçə olur? 1. N-imiz olur 1. Üzərinə gəl. Köhnə S-imiz bu. Yenə 1. S-imiz olur dırnaq içərisində 1, 1. N-imiz də olur. 3-ü 2-yə böləndə nə düşür? 3-ü 2-yə böləndə tam hissə 1. Keçirik. 1 böyükdürmü 0-dan? Bəli. S-imiz olur yenə də dırnaq içərisində 1. Üzərinə gəl. 1, 1. Bu da olur 3 dənə 1. N-imiz də olur artıq 0. 0 böyükdürmü 0-dan? Yox. Nə gəlib çap olur? S-in bu qiyməti. Yəni 1, 1, 1 qiyməti çap olunur. İndi deyə bilərsiniz ki, müəllim, bəs bu 1, 1, 1 nədir? Nə deməkdir? Gəlin 7-ni keçirən ikili say sisteminə. İndi mən burada keçirmirəm. Keçirmək istəyənlər keçirsin 7-ni ikili say sisteminə. 7-ni ikili say sisteminə keçirəndə görər ki, elə 1, 1, 1 alır. Deməli, buna mən deyirəm ki, onluq ədədi ikili say sisteminə çevirən proqramdır. Daxil edilmiş natural ədədi ikili say sisteminə çevirərək çap edir. Cavab olur 31-də A variantı. Daha sonra keçirik 32-ci suala. Verilmiş proqramın yenə də təyinatını daxil edəyin. Gəlin burada baxaq. Int input bir ədəd daxil edirik. Ədədin ondan böyük bərabərdirsə qalıqların. Gəlin bir ədəd daxil edəyin. Olsun ədədimiz. Bir dəqiqə. Aha. Ədədimiz olsun 1, 2, 3. Yəni 123 ədədini daxil elədik. 123-ü daxil elədik. 123 böyükdürmü ondan? Bəli. 123 böyükdürmü ondan? Böyük bərabərdirmi hətta ondan? Bəli. S-imiz bərabər nəyə? S plus A faiz 10. Yəni 123-ü 10-a böləndə qalığımız nə olur? 3. S-imiz olur 3. S olur 3. A-mız da olur 12. Keçdik ikinci dövrəyə. 12 böyük bərabərdirmi ondan? Bəli. S-imiz nə olur? 3 üzərinə gəl. 12-ni 10-a böləndə qalıq olur 2. A-mız da olur 1. 1 böyükdürmü ondan? Xeyr. Ona görə artıq gəlir nə edir? Keçir printə S-i çap edir. S-imiz nə oldu? Baxın 123-ü daxil elədim. S-imiz 3 ilə 2-ni topladı. 3 ilə 2-ni baxın. Yəni birinci rəqəmdən başqa bütün rəqəmləri topladı. İndi mən burada deyirəm ki, artıq ilk rəqəmdən başqa bütün rəqəmlərin cəmini çap edir. Yəni 32-ci sualda C variantı. 33-cü sual. Proqram kodu verilmişdir. Sual işarəsinin yerinə hansı şərt yazılarsa, proqram verilmiş A natural ədədin rəqəmləri cəmini çap edər. Aha, verilmiş A natural ədədin rəqəmlərinin cəmini çap edər. İndi baxalım burada. Bir ədədi daxil eləmişik. Bu ədədin rəqəmlərini tapmaq üçün baxın. K ilə onun rəqəmini tapır, A ilə onun tam hissəsini tapa-tapa gedir. Biz indi burada elə bir qiymət yazmalıyıq ki, gəlin işlədəyim proqramı baxaq. Məsələn, daxil edirəm yenə də 1, 2, 3. Hələ sual işarəsini bilmirəm də nə yazım. Onu elə sual işarəsi qoyuram, qalır. K-mız nə olmalıdır? A faiz 10. Yəni K-mız olur 123-ü 10-a böləndə 3. A-mız olur 12. S də olur S plus. Yəni S indi burada verməyib 0 verməlidir əslində S-i. S-i burada bir dənə 0 verməlidir. S plus K yəni 3. Keçirik ikinci dövrəyə. İkinci dövrəyə keçəndə
Baxaq ki, burada nəyə? Yəni, biraz qələmi səliqəyə salağın. Aha. Burada baxırıq ki, S-imizi ikinci dövrəyə keçəndə yenə bilmirik şərtdə nə yazaq. Sual işarəsi qeyd edirik. K-mız olur nə? K olur 12-ni 10-a böləndə alır 2. A-mız da olur artıq bizim 12-ni 10-a böləndə tam hissə olur 1. S-imiz də olur 3 plus 2. Yenə bilmirəm burada hansıdır. K-mız olmalıdır nə? Artıq olur 1. A-mız olur 0. S-imiz də olur 3 plus 2 plus 1. Aha, artıq mən burada yenə sual işarəsini yazanda bu ödənməməlidir, yox olmalıdır. İndi baxaq. Bizim həmişə şərtdən nəyi asılı eləyə bilərik? Bax, A-mıza baxın. Bir dəfə 12 oldu, bir dəfə 1 oldu, bir dəfə 0 oldu. 0 olan kimi artıq bu sual işarəsi ödənmədi. Artıq biz burada düşünə bilərik ki, mən elə A-nı gəlin 0-dan şərt olaraq müqayisə edeyim də. Yəni, şərt olaraq A-nı 0-dan asılı edeyim. Yəni, belə deyim də, mən yazaram ki, bura onda, deyirəm ki, mən yazaram ki, onda A nə qədər ki, böyükdür 0-dan işləsin. 0 olan kimi işləməsin. Onda artıq mən bu formada yaza bilərəm. Yəni, A böyükdürsə 0-dan bu işləsin. A böyükdürsə 0-dan işləsin. A-mız gəlib 0 olan kimi artıq dövrədən çıxır. Deməli, bu sual işarələrinin hamısının yerində olmalıdır ki, A böyükdür 0, A böyükdür 0, A böyükdür 0. Eləcə də burada da olmalıdır A böyükdür 0. Cavab oldu 33-cü sualda A variantı. Daha sonra baxaq 34-cü suala. Deməli, burada bizdən nə istəyir? Python dilində yazılmış proqramın nəticəsini deyir, müəyyən edin. Deməli, Python dilində yazılmış proqram nəticəsini n-i vurur n-ə, nə qədər ki, kiçikdir 100-dən, n plus 1, n-i artırır 1-1. N-imiz 0-dır. 0, 0-ın kvadratı, baxın, dövrəmizə baxın, 0-ın kvadratı kiçikdir 100-dən, bəli, onda n-imiz olur 1, keçirik ikinci dövrəyə. 1-in kvadratı kiçikdir 100-dən, bəli, onda n-imiz olur 2. Daha sonra 2-nin kvadratı kiçikdir 100-dən, bəli, n-imiz olur 3. 3-ün kvadratı kiçikdir 100-dən, bəli, n-imiz olur 4. İndi, baxın, bu hara kimi gedəcək? Yəni, hansı ədədlərin kvadratı, hansı ədədin kvadratı 100-dən kiçikdir? Hansı ədədlərin? Baxın, 1-dən 9-a qədər bütün ədədlərin kvadratları 9-un da kvadratı 81 edir. 1-dən 9-a kimi bütün ədədlərin kvadratı 100-dən kiçikdir. Aydındır. Amma gəlib mənim n-im 10 olsa, onun kvadratı kiçikdir 100, yox. Aydındır. Deməli, mənim n-im 10 olmalıdır ki, onun kvadratı kiçikdir 100, yox, gəlsin n-i çap eləsin axırda, yəni 10-u çap eləsin. Aydındır. 34-cü sualda olur D variantı. 35-ə baxalım. Proqram kodu verilmişdir. Sual işarəsinin yerinə hansı operator yazılarsa, proqram A nöqtə ədədinin rəqəmlərinin tərsini çap eləyər. Yəni, 2465 daxilində 5642 şəklində çap olunsun. Burada bu tipli nümunəni işləmək üçün yenə yerinə bir nümunə qoyub yazsaq yaxşı olar. Məsələn, gəlin çox kiçik bir ədəd qoyalım. Məsələn, 12 qoyalım. 12 böyükdürmü 0-dan? Bəli, K-mız olur nə? Rəqəmi götürür, sonuncu rəqəmi. K-mız olur 2. A-mız da olur 1. İndi, mən burada 12-ni almaq üçün, baxın, düşünün, nə yazmalıyam sual işarəsinin yerinə. Baxın, K-mız 2-dir, A-mız 1-dir. Hələsi bir rəqəmi götürüb. Mən 12-ni almaq üçün nə edərəm? Belə eləyərəm və deyərəm S bərabərdir. S bərabərdir nəyə? A vurulsun. Gəl, bunu məsələn ikinci dəfə dövr eləsək, ikinci dövrümüzə baxaq. 1 böyükdürmü 0-dan? Hə, K da bərabərdir 1-ə. A da bərabər olur 0-a. Burada artıq A-ları aparırıq. Burada belə bir ifadə yaza bilərəm. Deyərəm ki, S vurulsun 10, üzərinə gəl K. Bəli.
S-imiz 0-dır. İndi mən burada belə bir ifadə yazaram ki, S vurulsun 10, üzərinə gəl K-nı. Baxın, burada belə bir şey yazın. Gəlin elə bunu burada belə yazım. Deyirəm, burada yazaram ki, S vurulsun 10, üzərinə gəl K. S bərabərdir. İndi, baxın, burada yazdığımı yerinə qoyub yazım. A-nı 1 tapdım. S-im nə idi? Bax, S bərabərdir. S-im 0 idi. 0 vurulsun 10, 0 olur. Üzərinə gəlir nəyi? K-nı, yəni 2-ni. S-im oldu 2. İkinci dövrədə K 1-dir, A 0-dır. S bərabərdir. S vurulsun 10 yazmışdım axı. S-i də keçən dəfə dedim 2-dir S-im. 2-ni vururam 10-a. Üzərinə də gəldim K-nı. K-mız da 1 idi. 2 vurulsun 10. 20, üzərinə də gəldim 1-i. Oldu 21. 12 daxilləmişdim, 21 aldım. Deməli, mən burada A bəndi S vurulsun 10, üzərinə gəl K ifadəsini yaza bilərəm. Aydındır. Cavab oldu 35-ci sualda A variantı. Yox, A variantı yox. S vurulsun 1 dəqiqə. Burada S vurulsun 10, üzərinə gəl K, S bərabərdir. S-i çap eləyib 35-də. S-i çap eləyən nəyi burada səhv elədik? Bizə nə istəyir? Yerinə hansı operator tərs? A-nı daxil eləyirsə, bəli, elə bu formada S vurulsun 10, üzərinə gəl K. Doğrudur. 36-cı suala baxaq. Verilmiş proqram təyinatı daxil edilmiş natural ədədin yenidən bizə bir təyinat məsələsi verib. Təyinat məsələsini həll etmək üçün gəlin bir ədəd daxil eləyək yenidən. Gəlin ədədimiz olsun. Məsələn, elə 1, 2, 3. Yəni 123. 123-ü daxil edik. 123 böyükdürmü 9-dan? Bəli, onda A-mız olur 12. S-imiz də olur S plus, yəni 0 üzərinə gəl. 12-ni bölürük ona 2. Daha sonra keçirik ikinci dövrəyə. 12 böyükdürmü 9-dan? Bəli, A-mız nə olur? A-mız artıq olur 12 bölünsün 10, yəni 1. S-imiz də olur S plus A10, yəni 2 plus A-nın 10-a bölünməsini alınan qalıq, yəni 1. S-imiz də oldu artıq 2 plus 1. İndi 1 böyükdürmü 9-dan? Yox. Nə çap olunur? S. Yəni 2 plus 1. İndi mən 1, 2, 3 daxilləmişdim. Neynədir bu? 2 ilə 1-i topladı. Yəni 2 ilə 1-i topladı. Yəni sonuncu rəqəm yox, başqa rəqəmləri topladı. İndi mən deyərəm ki, buna son rəqəmindən başqa bütün rəqəmlərin cəmini çap edir. Aydındır. 36-cı sualda deyərəm D variantı. 37-ci sual. Verilmiş proqramın təyinatı daxil edilmiş ədədin yenə də bir təyinat məsələsidir. Baxaq burada da. Deməli, təyinat məsələsini tapmaq üçün yenidən bir ədəd daxil eləyək. Məsələn, daxil etdiyimiz ədəd olsun, yenə də elə 123. ABS modulu tapır. Modul deməkdir. Yəni, riyaziyyatda bildiyimiz modulu, mənfi ədədi müsbət qiymətə çevirir. Yəni, daxil etdiyimiz istənilən ədədi müsbətə çevirəcək. 123 böyüksə 100-dən, 123 böyük bərabərdir 100-dən, bəli. Nə edir? A-mız olur. Gəlin, buna daha böyük ədəd verəyin. Məsələn, 1234 daxil edəyən. Çünki yoxsa dövrümüz bir dəfə işləyəcək. Onda başa düşməyəcəyik. Daha böyük ədəd daxil edirik. 1234. İndi 1234 böyükdürmü 100-dən? Bəli. A-mız onda nə olur? A-nı bölürük ona, olur 123. S-imiz də olur S plus 0 üstə gəl A faiz 10. 123-ü ona böləndə 3. Keçirik ikinci dövrəyə. 123 böyük bərabərdirmi 100-dən? Bəli. A-mız nə olur? 12. S-imiz də olur 3 üstə gəl 2. A 12-nin 10-a bölünməsini alınan qalıq. Keçirik. 12 böyük bərabərdirmi 100-dən? Xeyr. Yəni yox. Nə çap olunur? S çap olunur. S-imiz də nə oldu? 3, 2.
Baxın, biz 1, 2, 3, 4 daxil elədik. Amma yalnız bundan 2 ilə 3 cəmləndi. İndi mən deyə bilərəmmi ki, daxil etdiyim ədədin sonuncu və birinci rəqəmlərindən başqa bütün rəqəmlərinin cəmi çap olunur. Son rəqəmindən başqa axı biri də çap getmədik. İlk və son rəqəmindən başqa. İlk və son rəqəmindən başqa bütün rəqəmlərin cəmini çap edir. Bəli, Y variantı, D yox. Səhv işarə edirdim. 37 olur. Y variantı. İlk və baxın 3 ilə 2-ni cəmlədik. Yəni ilk və son rəqəmdən başqa bütün rəqəmlərin cəmin çap edir. 37-ci sualda Y variantı. 38-ci suala baxalım. Verilmiş proqram yenə təyinatın daxil edilmiş tam ədədin deyir, nəyin görür? Baxalım buna da. Davam eləyək. Bir ədəd daxil edirik. Sonra həmin ədədi modulunu verir. Sonra M0, N9. Baxalım burada. A böyükdürmü sıfırdan. Gəlin bir ədəd daxil edək. Görəyin təyinat tapmaq üçün nə işi görür. Bir ədəd daxil edək. Bu nümunə biraz yer çox tutacaq. Ona görə keçib buna digər tərəfdə baxalım. Aha. Gəlin bir ədəd daxil edirik buna. Olsun 1, 2, 3, 4. Aha. İndi M0, N9. A böyükdürmü sıfırdan, yəni 1, 2, 3, 4. Yəni 1234 böyükdürmü sıfırdan, bəli. K-mız nə olur? A bölünsün 10, yəni 4. Deyir, əgər M kiçikdirsə 4-dən, M-imiz 0. 0 kiçikdirsə 4-dən və burada 4-ü 2-yə böləndə 0 alınırsa, yəni 4 cütdürsə, yəni 4-ü 2-yə böləndə 0 alınırsa, yəni 4 cütdürsə, onda M bərabərdir K. Bəli, 0 4-dən kiçikdir, bu ödəyir. 4 2-yə böləndə 0 alır, bu da ödəyir. Onda M bərabər olur nəyə? K-ya, yəni 4-ə. Sonra deyir, əgər M böyükdürsə K-dan, N böyükdürsə K-dan, deməli N-imiz nədir? 9. 9 böyük K-dan 4-dən, bəli. Və K faiz 2 bərabərsə 1-ə, 4-ü 2-yə böləndə qalıq 1 olur, xeyr. Artıq bu ödəmir. Deməli, bu hissə ödəməyəcək. Bu hissə ödəmir. Keçirik nəyə? A-mız olur. A bərabərdir. A bölünsün. A-mız olur 123. Keçirik ikinci dövrəyə. İkinci dövrədə 123 böyükdürmü sıfırdan, bəli. K-mız olur nə? 3. Daha sonra deyir M. M-im nə olmuşdu mənim? 4. 4 kiçikdirmi 3-dən? 4 kiçikdirmi 3-dən and 3 faiz 2 bərabərdirmi 0-a? Xeyr. Bu ödəmir. False olur ikisi də. Keçirik aşağıdakı ifə. N böyükdür K-dan. 9 böyükdürmü 3-dən? Bəli. And, yəni və K-mız nə idi? 3. 3 faiz 2 bərabərdir 1-ə. Bəli. Onda N də bərabər olur nəyə? 3-ə. Bu ödədi deyə N oldu 3. İndi A-mız da nə oldu? A-mız artıq oldu 123 idi. A oldu 12. Keçirik növbəti dövrəyə. İndi bura kimi heç keçdik. 12 böyükdürmü sıfırdan? Bəli. K-mız oldu 2. İndi M-imiz nə idi? 4. 4 kiçikdir 2-dən. Baxın, 4 kiçikdirmi 2-dən? Yox, daha heç bu birinə baxmağa ehtiyac yoxdur. Yəni, ödəmir bura. Keçirik aşağıdakı ifə. N böyükdür K-dan. K-mız 2 idi. N-imiz də 3-dür. 3 böyükdür 2-dən. Bəli. K-nı 2-yə böləndə 1 alınır. K-nı, yəni K-mız 2-dir. And deyək. 2-ni 2-yə böləndə qalıq 1-dir. Xeyr. Burada ödəmir. Onda burada baxmırıq. A-mız olur nə?
A-mız olur 1. 1 böyükdürmü 0-dan? Bəli, K olur artıq. 1 böyükdürmü 0-dan, bəli. K olur artıq 1. Deməli, M-i müqayisə edirik. 4 kiçikdirmi 1-dən? Bəli. 4 kiçikdirmi 1-dən? Xeyr. Artıq bu if də ödənmir. Aşağıdakı ifə baxırıq. Aşağıdakı ifdə n-imiz neçə olmuşdu? 3. 3 böyükdürmü 1-dən? Bəli. Və 1/2, yəni 1-i 2-yə böləndə qalıq 1 alınır. Bəli. Bu if ödəyir. Baxın, bu aşağıdakı if ödəyir. Bu if ödədiyinə görə də n bərabərdir k olur. Yəni n-imiz bərabər olur nəyə? K-ya, yəni 1-ə. Sonra gəlir m-dən n-i çap edir. Artıq dövrədən çıxır bu. Çünki a-mız 0 olur aşağıda. Baxın. Ən aşağıda da indi yer qalmadı. Yazıram burada a-mız olur 0. Sonra gəlib 0 böyükdürmü 0-dan? Yox. Gəlir m-dən n-i çap edir. N-imizi 1 çap edir. M-i də ki, baxaq m-in qiymətinə harda var idi m. M-i də 4 çap edir burada. N-i 1 çap edir. M-i də 4. Baxın, mən 1, 2, 3, 4 qiymətini yazdım. Mənə 1-lə 4-ü çap elədi. Mən deyərəm ki, ən böyük cüt rəqəmlə ən kiçik tək rəqəmi çap elədi. Gəlin variantlara baxalım. Baxın. 1, 2, 3, 4-ün içindən 4 ilə 1 deyirəm. Ən böyük cütlə ən kiçik tək rəqəmi çap elədi. Ən böyük cüt rəqəmi ilə ən kiçik tək rəqəmin çap edir. Cavab olur E variantı. 39-cu suala baxalım. Verilmiş proqramın təyinatı daxil edilmiş tam ədədin nəyin göstərir? Gəlin baxalım. Yenə bir ədəd daxil edirik. Buradan indi baxalım. Gəlin bir ədəd daxil edək. Məsələn, daxil edəyən 49. 49-u modula salır. 200i, i'miz 0-dır. 200i, yəni 200 kiçikdir 49-dan. Bəli. Onda i'nin neyini bir vahid artırır. i olur 1. Keçir ikinci dövrəyə. 201 kiçikdir 49-dan. Yenə bəli, i olur 2. Bu hara qədər gedir? i'miz 7 olana qədər gedir. Axırda deyirəm ki, 207 kiçikdir 49-dan. Deyirəm ki, da yox. Kiçik deyil. Artıq bunda dövrədən çıxır. Yəni, i'nin 7 qiymətində dövrədən çıxır. 7 dəfə bu formada davam edir. Sonra düşür aşağıdakı ifə. İndi deyirəm ki, burada artıq deyirəm ki, 2 üstü i, yəni 7. i'nin 7 qiyməti ilə çıxır. 2 üstü 7 bərabərdirmi n-ə? Yəni 49-a. Bərabərdirmi? Sual verir ifdə. Əgər bərabərdirsə nə eləsin? Print i 7-ni çap eləsin. 7-ni çap edir. İndi mən 49 daxil eləyib 7 çap elədim. Buradan nəyi başa düşə bilərəm? Variantlara baxsaq deyərəm ki, ədədin tam kvadrat olub olmadığını yoxlayır. Nə deməkdir? Siz 49-un yerinə başqa bir ədəd yazın. Məsələn, 50 yazsaz, gəlib hansısa, belə deyək də, 200 i'nin, yəni 2-nin hansısa bir qüvvətinin 50-yə bərabər olduğunu tapa bilməyəcəksiniz. Yəni, bu şərt ödənməyəcək deyə gəlib else-ni çap edəcək, o da olacaq, else-yə düşəcək, o da olacaq xeyr. Amma ödənəndə i-ni, yəni 7-ni çap edir. Buna ümumi deyərik ki, baxın, hansı ədədin kvadrat olub. Kvadrat dediyim, yəni daxil etdiyimiz ədədin kök altından çıxıb çıxmadığını yoxlayır sanki. Bu formada başa düşək. Aydındır. Burada yazdığından onu anlayırıq. Cavab olur 39-a B variantı. Daha sonra gəlin baxalım 40-cı suala. Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Yenə də bir təyinat məsələsidir. Deməli, ədədi daxil edirik. Int input m0 p1 deyir ki, 1 kiçikdirsə n-dən gəlin n-ə kiçik bir ədəd verək. N-imiz olsun 3.
1 P'miz 1'dir. 1 kiçik bərabərdir 3-dən. Bəli, onda M nədir? M 1-dir. P nədir? P vurulsun M. Yəni 1 vurulsan 1. Keçirik ikinci dövrəyə. İkinci dövrədə nəyi müqayisə edir? 1 vurulsun 1-i, 1 vurulsun 1-i. Nə ilə müqayisə edir? N-lə. Kiçikdir 3-dən, kiçik bərabərdir 3-dən, bəli. M-imiz nə olur? 1 plus 1, 2. P də olur, 1 vurulsun 2. İndi, yenə 1 vurulsun 2-ni nə ilə müqayisə edir? 3-lə. Kiçikdirmi? Bəli. M olur 3. P də olur 1 vurulsun 2 vurulsun 3. Yəni 3 faktorial. Yəni buna 1 faktorial, buna 2 faktorial, buna da elə 3 faktorial deyə bilərik. İndi burada 1 vurulsun 2 vurulsun 3 kiçikdir, bərabərdirmi 3-dən? Xeyr. Xeyr. Gəlir nəyə çap edir? M-i çap edir. Baxın. Artıq bu 1 vurulsun 2 vurulsun 3. Buna 3 faktorial deyirik. 3 faktorial kiçikdirmi 3-dən? Xeyr. Artıq burada gəlir M-i çap edir. Buna biz deyərik ki, baxın, N-ə 3 çap elədik. 3 daxil elədik. 3 daxil elədik. 3-ü də çapa verdi. İndi burada təəssüf ki, belə maraqlı bir şey alındı. Daxil etdiyimiz ədədi çapa verir M-ni. Amma daha böyük ədəd çap eləsək, görərik ki, baxın, faktorialı daxil etdiyimiz ədəddən böyük olan kimi, baxın, ədədin faktorialı, məsələn, 1-in faktorialı elə 1-dir. 2-nin faktorialı elə 2-dir. 3-ün faktorialı 6-dır. Baxın, burada. 3-ün faktorialı burada 6-dır. 6 kiçikdir 3-dən? Xeyr. Gəlib onda elə 3-ü çap edir. Yəni, deyirəm ki, faktorialı belə quraq da cümləmizi sanki. Məsələn, faktorialı daxil etdiyimiz n ədədindən böyük olan ən kiçik ədədi çap edir. Faktorialı, baxın, faktorialı burada. Daxil etdiyimiz n-dən böyük olan ən kiçik natural ədədi çap edir. Bu dediyimizdə D variantına uyğun gəlir. N-in yerinə 5 qoysaz, yoxlasaz, getdiyim qayda ilə. Onda nə demək istədiyimi başa düşəcəksiniz. Və bu sual hətta keçən il qəbula bunun əksinəsi düşmüşdü. Bu formada vermişdi, belə deyək, açıq tipli situasiya tipində abituriyent buraxılış qəbuluna. Bunu bu formada vermişdi və bizdən proqramı qurmaq istəyirdi. Yəni bu kimi suallara dırnaqarası yanaşmayağın, hətta bunun əksi formasında qurmağı, bacarmağı öyrənək.